Salam. Bugün sizinlə Estado saytının kimin üçün yaradıldığını və funksionallığı haqqında danışacağam. Başlayaq onda. Estado saytı əsas olaraq maklerlər, yəni daşınmaz əmlakın satışı ilə məşğul olan şəxslər üçün yaradılıb və funksionallığı haqqında gələcək videolarda tam ətraflı şəkildə məlumatları verəcəm. Əlavə edim ki, bu videoda 3 modulun birinci modulunu, yəni avtomatik elan toplayıcısı haqqında ətraflı məlumatı göstərib və verəcəm. Başlayaq onda. Bizim saytımıza daxil olub, bütün məlumatları ətraflı şəkildə oxuyub tanış ola bilərsiniz. Hər şey tam aydın şəkildə və ətraflı şəkildə yazılıb. Əlavə etmək istəyirəm ki, bizim saytımızın aylıq xidmət pulu 40 manat təşkil edir. Buna hər şey daxildir. Başlamadan əvvəl qeydiyyatdan keçsək, birinci qeydiyyatı keçəndə 14 gün yazıldığı kimi pulsuz sınaq müddəti əldə edə bilərsiniz. Qeydiyyatı keçmək üçün bura və yaxud bura basıb keçə bilərsiniz. Qeydiyyat üçün sırf telefon nömrəsi bəsdir. Zəhmət olmasa, qeydiyyatı keçmədən əvvəl istifadə şərtlərini və məxfilik siyasətini oxuyunuz. Oxuyub imzaladıqdan sonra nömrənizi, şifrənizi və şifrənizi təsdiq ediniz və ondan sonra təsdiq kodunu göndərə basandan sonra təsdiq kodu sizin telefon nömrənizə, qeyd etdiyiniz telefon nömrəsinə gələcək. Hal-hazırda bir hesabım olduğuna görə hesaba giriş edəcəm. Giriş etdikdən sonra və yaxud qeydiyyatdan keçəndən sonra gördüyünüz kimi bütün elanlar, yəni Estado açılır. Bütün elanlar Estado'nun əsas və birinci moduludur. Bu modulda siz 14 elan saytından gələn bütün elanları görüb və onlara tıklayıb götürülən saytda keçə bilərsiniz. Həmin bütün elanlar modulunda gördüyünüz kimi filtrlər, axtara biləcəyiniz bütün filtrlər hamısı var. Əlavə edim ki, son 1 saat ərzindəki elanlara basanda sistem avtomatik olaraq sizin saytınıza uyğun ən son 1 saatı götürüb axtara basanda bütün elanları tapa bilərsiniz. Bu elanlar son 1 saat ərzində həmin saytlarda elana çıxıb. Həmçinin bu gün ərzindəki elanlar funksiyası da var. Bu nədir? Bütün bu gün ərzindəki, yəni 00-dan başlayaraq indiki saata qədər bütün elanlar qabağınıza çıxır. Baxaq. Gördüyünüz kimi 273 elan tapıldı. Elanları tapıb, axtarıb, tanış olub baxa bilərsiniz. Gördüyünüz kimi burada 10 dənə səhifə var. 7-ci səhifəyə basıb, Enter-a basıb keçə bilərsiniz. Sistem avtomatik olaraq 7-ci səhifəyə gedir. Əlavə olaraq gəlin filtrləri sıfırlayaq. Sistem açılanda Bakı şəhərinin açılır. Bakı şəhərini götürəndə gördüyünüz kimi hal-hazırda 129.000 elan var. Bakı şəhərini götürəndə isə bütün elanların sayı 215.000-dən yuxarıdır. Gördüyünüz kimi mən satıcı tipini əmlak sahibindən əmlakın növünü yeni tikili götürdüm və axtara bastım. Axtara basanda saytımızda hal-hazırda 50.000-ə yaxın elan çıxdı. Sırf bu filtrlərə uyğun. İndi isə gəlin başqa bir funksiyaya baxaq. Funksiyanın məqsədi odur ki, siz gələcək istifadələrdə hər dəfə eyni filtrlərə girməmək üçün bunları yaddaşda saxlaya bilərsiniz. Gəlin saxlayaq. Avtomatik olaraq filtr 1 adı götürüldü. Buna yaddaşda saxlayaq və burada gördüyünüz kimi filtr 1 filtri yaddaşda qaldı. Bu nə deməkdir? Gəlin sayt yeniləyək.
Təsəvvür eləyək ki, yeni bir gündür və yenidən saytı istifadə etmək istəyirik. İstifadə edəndə gördüyünüz kimi, dediyim kimi Bakı şəhərindən başlayır, amma siz həmin o filtrə keçmək istəyirsiniz. Filtr seçə basırsınız və buradan filtr 1 və yaxud sizin qoyduğunuz adı seçirsiniz və avtomatik olaraq filtr tətbiq edilir. Bunu artıq axtara basanda gördüyünüz kimi filtr tətbiq olundu və bütün elanlar tapıldı. Gəlin keçək növbəti funksiyaya. Təsəvvür edin ki, siz axtardınız, istəyinizə görə elanları tapdınız, bütün səhifələri yoxladınız, istədiyiniz məhz bu iki elanı seçdiniz, seçdiyiniz elanlar seçilmişlər düyməsində yaddaşda saxlanılır. Yəni siz istədiyiniz məhz bəzi elanları gələcək tapa bilərsiniz. Əlavə olaraq siz axtardığınız bütün səhifələri Excel-ə yükləyə bilərsiniz. Aşağı gəlib Excel-ə yüklə düyməsinə basırsınız. Cari səhifə və yaxud bütün səhifələr, yəni hal-hazırda seçdiyiniz bütün səhifələri burada 50 minə yaxın elan edir. Siz Excel-ə yükləyə bilərsiniz. Gəlin bu cari səhifəni yükləyək. Yəni bizim sistem sadəcə axtarışı yox, həmçinin Excel-ə yükləmə, istədiyiniz elanı seçmə, istədiyiniz elana keçib əsas saytına daxil olmaq, axtarış etmək, filtri yükləmək, filtri yeniləmək, ətraflı filtr yaddaşda saxlamaq kimi çox geniş bir funksiyalığa malikdir. Ümid edirəm ki, bütün suallarınıza cavab vermişəm. Sualınız yaransa, zəhmət olmasa bizim Instagram səhifəmizdən və yaxud texniki nömrəmizə zəng edib bütün suallarınızı verəsiniz. Bütün suallarınızı cavablandırmaqdan şad olaraq. Çox sağ olun, uğurlu günlər.